Digər bir önəmli məlumatsa ondan ibarətdir ki, Ermənistan-İran-İsrail arasında davam edən qarşılıqlı raket zərbələrindən sonra çox qorxuya düşüb. Erməni mediasında yazılar yazılır ki, İran Zəngəzur dəhlizinə qarşı çıxan ölkə idi. İndi də onun Ermənistanla bağlı məsələlərə təsir etmə imkanı yoxdur. Çünki başı özünə qarışıb. Ermənilər dəhlizin əllərindən çıxacağına və buna İranın mane ola bilməyəcəyinə görə narahatdırlar. Xüsusən də Türkiyə və Azərbaycan yaranan vəziyyətdən istifadə edərək regionda fəaliyyətlərini gücləndirə bilərlər deyə yazılar yazılır. Əlbəttə ki, bu iddia nə qədər doğrudur? Biz hazırda istiqamətimizi bu yöndə götürmək istəyirik. Hazırda bizlə bağlantıda olan siyasi şərhçi Əhməd Şahidovla danışacağıq. Əhməd bəy, xoş gördük sizi. Axşamınız xeyir olsun Nurhan xanım. Axşamınız xeyir. Əhməd bəy, biz iddianı səsləndirdik erməni mediasının yazısını. Siz necə dəyərləndirirsiniz? Necə oxuyaq bu iddianı? Ümumiyyətlə hazırda İranla İsrail arasında bu toqquşmalar bütün dünyanı narahat edir. Azərbaycan da Cənubi Qafqazın əsas aparıcı ölkəsi olaraq təbii ki, qonşuluğumuzda belə bir eskalasiyanın olması bizim üçün arzu olunan deyil. Çox yaxından izləyirik. İlk növbədə Azərbaycanın milli maraqlarında olan bir neçə istiqamət perspektivindən yanaşsaq, ilk növbədə bölgədə humanitar fəlakətə və milyonlarla qaçqın axınına səbəb ola biləcək hadisələrin olmamasını diləyirik. Digər tərəfdən Xəzər dənizi bölgəsində neft və qaz yataqlarına birbaşa və ya dolayısıyla təhdidlər yaranıb, təhlükə yaranıb. Bu baxımdan Azərbaycan təbii ki, qısa bir müddət ərzində diplomatik kanallarla bu müharibənin, hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır. Digər tərəfdən İran bizim qonşu ölkəmiz olmaqla yanaşı, İran İslam Respublikasında 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Xüsusən də Təbriz və Ərdəbil şəhərlərində ki, ötən gün İsrail havadan hücum zamanı Təbrizdə də dağıntılar müşahidə olunur və əsas şəhərlərdən, Tehrandan, Təbrizdən artıq minlərlə insanın şimala doğru, şimal bölgəsinə doğru axın etdiyi var ki, bu artıq Azərbaycan sərhədlərində sıxlığın müşahidə olunması deməkdir ki, bu yaxın gələcəkdə demoqrafik problemə çevrilə bilər. O ki, qaldı erməni mətbuatının yazdığı Zəngəzur koridoru məsələsi ilə bağlı. Bunun heç bir əsası yoxdur. Bugün bu məsələ gündəmdə deyil. Biz heç bir halda qonşu ölkələrdə yaşanan bu müharibəni özümüzə fürsətə çevirməklə bağlı bir iddiamız yoxdur. Təbii ki, Zəngəzur koridoru Azərbaycanın xarici siyasətində bugün prioritet məsələlərdən biridir. Biz bunu dinc yolla Ermənistanla danışıqlar masasında və bölgə ölkələrinin də iştirakı və razılığı ilə açılmasının tərəfdarıyıq. Çünki Zəngəzur koridorunun açılması təkcə Azərbaycanın deyil, bütün bölgə ölkələrinin həm iqtisadi, həm ticari, həm də kommunikasiya baxımından inkişafı deməkdir. Biz bu inkişafı sülh yolla, dinc yolla əldə etməyə çalışırıq. Heç bir halda bugün İranda müharibənin, belə deyək, hərbi əməliyyatların getdiyi bir dövrdə Zəngəzur koridoru ümumiyyətlə gündəlikdə olan bir məsələ deyil. Bu erməni xislətinin növbəti dəfə təzahürüdür ki, onlar xain xoflu olar. Yəni bu baxımdan Ermənistan hər zaman İranın bölgədə güclü təsirinə arxalanırdılar və düşünürdülər ki, Azərbaycanla Əhməd bəy, çox üzr istəyirəm. Bir yenilənən məlumat var, onu təqdim edib daha sonra fikrinizi almaq istəyirik. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daha doğrusu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump arasında telefon danışığı başladı və son sutka ərzində ikinci telefon danışığıdır. Bu barədə Türkiyə prezident administrasiyasına məlumat verilib. Ərdoğan Trumpın İran-İsrail münaqişəsinə son qoyulması yönündə mövqeyini alqışlayıb. Türkiyə lideri bildirib ki, iki ölkə arasında münaqişə tərəflərə geri dönüşü olmayan iqtisadi və mülki ziyan vurur deyə qeyd edib. Mən istəyirəm 2 dəqiqəmiz var. 2 dəqiqədə bu telefon danışığı ümumiyyətlə Ərdoğanın son gün ərzində intensivləşən təmaslarını da dəyərləndirəsiniz və 2 dəqiqəmiz var. Təbii ki, Türkiyə bu məsələdə önəmli ölkələrdən biridir. Çünki Yaxın Şərq məsələsində və İsrailin Fələstindəki hərbi əməliyyatları və digər tərəfdən NATO'nun ikinci güclü ölkəsi olaraq Türkiyənin milli maraqlarına birbaşa təhdiddir və digər tərəfdən Türkiyə ərazisində yerləşən ABŞ hərbi bazalar var ki, bu həmin hərbi bazalardan İsrailə kəşfiyyat, lojistik
dəstək verilməsi artıq Türkiyə üçün də ciddi bir təhdiddir. Və digər tərəfdən Türkiyə bu münaqişənin diplomatik yolla həll olunmasında açar ölkələrdən biridir. Az öncə siz Rusiyanın vasitəçilik missiyasını adını çəkdiniz. Heç bir halda Rusiya bu münaqişədə uğurlu vasitəçilik yerinə yetirə bilməz. Ən uğurlu təcrübə elə Türkiyəyə aiddir ki, Türkiyə ABŞ-la birbaşa danışıqlar vasitəsilə Türkiyə-İran münasibətləri və ABŞ-İsrail münasibətlərində nəzərə alsaq, ABŞ və Türkiyənin bu məsələdə razılaşması və iki ölkə liderlərinin razılaşması ən azından tərəflər arasında bu hərbi əməliyyatları dayandıra bilər. Təbii ki, tərəflər arasında uzun müddətli bir barışıq və razılaşma mümkün deyil. Çünki bu nüvə məsələsi qərb tərəfdən irəli sürülən şərtlər heç bir halda İran tərəfindən qəbul olunmur. İran özünün müdafiə haqqı olaraq görür ki, nüvə silahına, yəni belə deyək, dinc yolla bu uranyumun zənginləşdirilməsinə sahib olma haqqına malik olduğunu iddia edir ki, bu da İsrail tərəfindən əsla və əsla qəbul edilmir. Bu baxımdan İran və İsrailin qalıcı bir razılaşmaya nail olması mümkün deyil, amma ən azından bu hərbi əməliyyatların dayandırılması bölgə və dünya təhlükəsizliyi üçün vacib bir məsələdir. Çox sağ olun Əhməd bəy, təşəkkür edirik önəmli dəyərləndirmələriniz üçün. Biz məhz regional təsirindən bu münaqişənin danışırdıq. Son bir dəqiqə xəbərimiz var. Belə ki, Netanyahu'dan yeni bir açıqlama gəlir ki, biz İsfahan reaktorunu məhv etdik və onsuz nüvə silahı hazırlamaq mümkün deyil. Biz Natanzdakı əsas nüvə obyektini məhv etdik və lazım gələrsə daha çox işlər görəcəyik deyə Netanyahu açıqlama verib.